Salam aleykum, bildiğiniz kimi bugün döyüşüm var idi ve biraz uğursuzluq oldu. Düzdür, heç bir şey bəhanə deyil, amma yenə də bu mənim öz problemimdir, o mənim öz səhvimdir ki, bu vəziyyətdəki qulaqla, bu vəziyyətdə qırıq qulaqlarla döyüşə çıxmırlar. Allah'ın bu gününə şükür, şükür Allaha, yəni hər şey qabaqdadır, amma döyüş paylaşılsın, döyüş paylaşılsın, yenə də döyüşə baxın. O ya döyüş heç idi. O döyüş yəni o qaqaşın qələbəsi deyildi, yəni. Mən axıra kimi döyüşdüm. Nəyə görə axıra kimi döyüşdüm? Çünki mən axıra kimi döyüşməyə məcbur idim. Çünki bu qulaqla ora çıxmışamsa, mən məcbur idim ki, o döyüşü axıra kimi davam eləyim. Yoxsa yəni bu qulaqla heç kim çıxıb vuruşmaz. Bu qulaqla heç kim döyüşə davam eləməz. Mənim qulaqlarıma tikiş atılmalıdır. İkisində də tikiş atılmalıdır. Amma mən qulağıma tikiş attırmayacağam. Çünki bəzi səbəblər var ki, insan o səbəbləri öz içində saxlayır. Heç kimlə bölüşə bilmir. Yəni sağlıq olsun. Allah'ın bu gününə şükür. Şükür Allaha. Nə deyə bilərəm? Yəni Asif qaqamı, maşallah Asif qaqama. İnşallah uğurları bol olsun. Amma yenə də mən sizə nə deyim? Nə təkəbbürlük yoxdur ortada, nə ortada başqa bir kinçi dövlət yoxdur. Döyüş əl qaldırmaya qalmadım. Əl qaldırmaya qalmağa ehtiyac yox idi. Mən bilirdim ki, hakimlər döyüşü qələbəni verəcəklər qaqaşa. Ona görə mən düşdüm aşağı. Amma yəni belə mənim öz profesional düşüncəmlə mən qalib deyildim, qardaş. Mən qalib deyildim, amma o döyüşün nəticəsi nisyə idi. Mənim başımın dalına saysız zərbələr dəyib. Mənim qulağım partlaq vəziyyətdə o qan axır. Döyüş yandırılıb həkim gəlib baxmalıdır. Yəni heç o da olmadı. Eyb yox, sağlıq olsun. Problem yoxdur. Yenə mən o qaqaşın qələbəsinə zədə vura bilmərəm. Mən elə idmançı deyiləm. Yəni Allah'ın bu gününə şükür. Şükür Allaha. Öpürəm sizləri. Allah sizin canınızı sağ eləsin. Məni sevənlər də, sevməyənlər də öpürəm sizləri. Allah amanında. İnşallah bundan sonra qulağım düzəlsin, zədələrim düzəlsin, elə çıxıb vuruşacağam. Öpürəm sizləri.